Roman kimi layihəsində ölməz şair Hüseyn Arif və ömürgün yoldaşı Mələkə xanımın həyat hekayətini təqdim edirik. Hüseyn Arifin uşaqlığı Qazax torpağında, Ağsafanın çay sahillərində keçib. Atası Camal kişi mərd, ədalətli adam idi. Kənddə kimin dərdi varsa, əvvəl onun qapısını döyərdi. Anası Qəndabana isə Hüseynin ruhuna səs qatırdı. Bayatı, nağıl, layla, hamısı balaca Hüseynin içində şeir toxumu səpirdi. Qəndabana böyük, samballı nəsillərdən birinin, Babaxanovların qızı idi. Qızlar gimnaziyasını bitirmiş, savadlı, mədəni bir qadın idi. O vaxt evdə televizor yox idi, amma söhbət vardı. Hüseyin uşaq yaşlarından sözü dinləməyi, sözü sevməyi elə həmin evdə öyrəndi. Əvvəlcə bunu yalnız Qəndabana görürdü. Bir gün qonşuları həyəcandan ağlaya-ağlaya onların qapısını döydü. Ay Qəndab bacı, Camalın evi yıxılıb. Qəndabana qorxa-qorxa soruşdu. Uşaqlara nəsə olub? Bağda Hüseyini gördüm. Danışa-danışa o baş bu başa gedirdi. Qəndabana gülümsədi. Narahat olma. Hüseyin şeir yazır. O gündən kənddə söz yayıldı ki, Hüseyin şeir yazır. Xəbər babasına da çatdı. O Qəndabanaya tapşırdı. De Hüseyinə şeir yazmasın. Sözün hamısını Ələsgər deyib. O nə yazacaq ki? Amma Hüseyin dayanmadan yazırdı. Kənd məktəbində oxuduqca sözü daha çox sevir, hər gün yeni şeirlər yazıb dostlarına oxuyurdu. Məndən təzə şeir xəbər alan dost. Bəs yazın gəlməsi şeir deyilmi? Gəzməyə çıxanda çölün, çəmənin üzünə gülməsi şeir deyilmi? Məndən təzə şeir xəbər alan dost. Bəs yazın gəlməsi şeir deyilmi? Çıxanda gəzməyə çölün çəmənin üzünə gülməsi şeir deyilmi? Ay gülüm, şeir deyilmi? Hüseyin sonra təhsilini Ağsafadakı Dəmir Yol Məktəbində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra bir müddət Tovuzda müəllimlik elədi. 1942-ci ildə 17-18 yaşlarında Böyük Vətən müharibəsinə yollandı. Cəbhədə vзвод komandiri oldu. Reyxstagədək döyüş yolu keçdi. Müharibə bitdikdən sonra vətənə kiçik leytenant rütbəsi, bir neçə orden və medalla, lakin ikinci qrup əlil kimi döndü. Dizində daşıdığı güllə qəlpəsi ömrünün sonuna dək onu incidirdi. Müharibədən sonra Hüseyin Arif Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin Fars dili şöbəsinə daxil oldu. 1951-ci ildə oranı bitirib, Moskvadakı Gorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxudu. Hələ tələbəli illərində qəzetlərdə şeirləri çap olunmağa başlamış, şair kimi tanınmışdı. Elə həmin illərdə Hüseyin Arif qonaq getdiyi Ağsafanın Kirovka, indiki Həsənsu kəndində həyatının ən böyük təsadüfü ilə qarşılaşdı. Dayısı oğlu, kənd məktəbində oxuyan Rauf Babaxanovun yanına baş çəkəndə dəhlizdə bir qıza rast gəldi. Məktəbin işıqlı pəncərəsindən süzülən günəş şüası qızın üzündə oynayırdı. Bu Mələkə idi. Qırılan qələmim, yanan kitabım, yazısı saralmış varağım sənsən. Dağılan hasarım, atılan qapım, gözümdə qaralan çırağım sənsən. Sinəmdə dövr edib qopan tufanım, üşüyən ürəyim, alışan canım, alovdan qovrulan yazıq aranım,
dumandan ağlayan yaylağım sənsən. Hüseyin onu görən kimi içində bir şeir doğuldu. Bir neçə gün keçmədi ki, elçilər qız ilə göndərildi. Razılıq verildi. Ancaq bir şərtlə. Mənim bir şərtim var. Mən oxumaq istəyirəm. Təhsilim yarımçıq qalmamalıdır. Məlikə, sənin arzuların da mənim arzularımdır. Söz verirəm. Oxumağına mane olmayacağam. Hətta dəstək olacağam. Onda razıyam. Bax, sözünü tutacaqsan. Əlbəttə, sözə necə xəyanət eləyə bilərəm. Toydan sonra Hüseyin sözünü tutdu. Məlikə əvvəlcə Qazaxdakı 2 illik müəllimlər institutunda, sonra isə Lenin adına pedaqoji institutun, indiki Tusi adına pedaqoji universitetin ədəbiyyat fakültəsində təhsilini davam etdirdi. Gündəlik həyat, sobalı ev, zarafat dolu, gülüş, sevgi dolu günlər idi. Ailənin 2 övladı, Səhər, sonra Zöhrə, daha sonra isə son beşik Arif dünyaya gəldi. Bahçeler arasında koşa gezdi, akşamadan yorulmazdık, incimezdik. Bu döter oldu zahar, biz bakardık, ne bəxtiyardı. Hüseyin Arif övladlarına bir neçə şeir əsr elədi, amma xüsusilə Arifə daha çox yazdı. Ev həmişə qonaqlı qaralı idi. Hüseyin zarafat eləyirdi. Qapını bağlamayın. Şeir evə qonaqla gəlir. Yazı masasının arxasında şeir yazanda Məlikə xanım qapını aralayıb deyirdi. Çörək bişdi, gəl yeyək. Bir bənd qutarım, sonra gəlirəm. O bənd bitmədi. Dostları ilə oturanda, uşaqlar otağa girəndə Hüseyin qələmi saxlayıb zarafat eləyirdi. Bu şeiri yazdım, amma qafiyəsini tapa bilmirəm. Bəlkə sizdən soruşum. O, ailədə həlim təbiətli, yumşaq adam kimi tanınırdı. Heç vaxt səsini ucaltdığını, sərt danışdığını ya da əl qaldırdığını görməmişdilər. Uşaqlarına sərt söz demirdi. Amma nümunəsi ilə onları yönləndirirdi. Axşamlar yazı masasından başını qaldırıb soruşurdu. Uşaqlar, dərslərinizi oxudunuzmu? Onda mən də şeirimi oxuyum. Görün necə alınır. Bayram süfrələrində şeir mütləq səslənirdi. Hüseyin uşaqlara zarafatla deyirdi. Kim yaxşı şeir desə, ona əlavə paxlava düşəcək. Bu sevincli günlər çox çəkmədi. Oğlu Arifin ölümü ilə şairin qəddi büküldü. Arif ağıllı, təmkinli oğlan idi. 21 yaşı olsa da özünü cavan oğlandan çox ağsaqqal kimi aparırdı. Hadisə baş verən gün Hüseyin Arif Qazaxda Səməd Vurğunun 70 illik yubileyində idi. Tədbirdən sonra Damcılı bulağında dostlarla oturmuşdular. Məclisin şirin yerində kimsə gəlib Hüseyin müəllimə nəsə dedi. O tələsik çıxdı, amma geri qayıtmadı. Sonradan xəbər gəldi ki, oğlu Arif avtomobil qəzasına düşüb. Şair o acı xəbəri sonralar belə ifadə eləyirdi. Dağ sökülüb dedilər. Bel bükülüb dedilər. Arif ölüb dedilər. Ölümə qurban olum. Hərdən o günlərim düşər yada, şəvətillər zaman zaman ağarsa da, İllər ötər o günləri xatırlara, nə bəxtiyardır. Ay dolandı, il dolandı, ötdü zaman, sonbaharda aramızı kəsdi duman. O günləri xatırları, nə bəxtiyardır. Arifin etkisi ailəni dünyadan küstürdü.
hamı qara geyindi. Şairin sazı da qara libasa bürünüb divardan asıldı. 2 il nə qələminə yovuşdu, nə də sazına. 1978-ci ildə o oğlunun adını təxəllüs götürərək yazdı. Arif gedən gündən Hüseyn adlı bir kədər şairi gəldi dünyaya. Oğul dərdindən sonra şair şəkər xəstəliyinə mübtəla oldu. Bu, ailə üçün çox ağır sınaq idi. Məleykə xanım və yaxın qohumlar ona xüsusi pəhriz saxlamaqda kömək eləyir, qayğısını əsirgəmirdilər. Çətinliklərə baxmayaraq, evdə yenə qonaqpərvərlik, sevgi və sözün istiliyi qorunurdu. Məleykə xanım ailəni bir yerdə saxlayan dirək idi. Hüseyn Arifin yorğun qayıtdığı hər günün sonunda evə işıq salan o idi. Anlayışı və qayğısı ilə təsəlli eləyir, ovundururdu. Sinəmdə dövr edib qopan tufanım, üşüyən ürəyim, alışan canım, alovdan qovrulan yazıq aranım, dumandan ağlayan yaylığım sənsən. İlk dəfə sahildə gördüm onu mən, gizli bir üşütmə keçdi qəlbimdə, üzünü tutmuşdu mavi xəzara. O dənizə baxdı, mən o gözələ, dinmək istədim, dinə bilmədim, dinə bilmədim, nədir, bilmədim. 1992-ci ilin yayı idi. Hüseyn Arif Bakıdakı Lenin adına sarayda Koroğluya qaydaq gecəsində çıxış elədi. Tədbirdən sonra övladına dönüb dedi. Səhər bala hazırlaş, gedək rayona. 2 gün sonra yola çıxdılar. İyulun 29-unda nəvəsi Turalın ad gününü ailə bir yerdə qeyd elədi. Səhəri gün Hüseyn sakitcə dedi. Barmağım qaralıb. Bu söz hamıya ağır gəldi. Onu xəstəxanaya apardılar, barmağını kəsdilər. Amma Hüseyn orada qala bilmədi. Qarabağ müharibəsi gedirdi. Ağstafa xəstəxanasına hər gün şəhidlər, yaralı gənclər gətirilirdi. Şair üçün xalqın ağrısı öz ağrısından ağır idi. Bir bazar günü sürücünü inandırdı. Apar məni evə, xəstəxanada qala bilməyəcəm. Hüseyn Arif bir vaxtlar yazdığı şeiri xatırladırdı sanki. Elə ki vaxtını bilir dağ kəli, dərəyə, təpəyə, düzə burulmur. Zirvədə buz üstə ölür dağ kəli, torpağa yük olmur, daşa yük olmur. O kimsəyə yük olmadan, heç kəsi yormadan vidalaşmaq istəyirdi. Ağır vəziyyətini hamıdan gizlədir, xəbər yayılmasını istəmirdi. Bilirdi ki, vaxt yetişib. Avqustun isti günlərinin birində, doğma kəndində, doğma torpağında dünyadan köçdü. Elə bil, həyatını şeir kimi yazdı və son bəndini özü seçdi. Ey qartal, zirvədə möhkəm uç yenə. Ey çəmən, süfrəni geniş aç yenə. Ey günəş, varlığa şəfəq saç yenə. Mən oldum, olmadım, dünya dünyada. Ey alovlu günləri, qəlbimdə yurt salan sevincim, kədərim. Nələri, nələri tapdım, itirdim. Aranın, yayların seyrinə vardım, tikan da götürdüm, gül də qopardım. Tək sevinç olsaydı, mən nə taparım? Qəm məni Hüseyn Arif. Roman kimi layihəsində ölməz şair Hüseyn Arif və ömürgün yoldaşı Məleykə xanımın həyat hekayətini təqdim etdik. Ssenari müəllifi Günel Natiq, rejissor Ülviyə Zamanlı idi.
Müəllif mətnini Səməd Yusifcanlı oxudu. Rolları səsləndirdilər Şövqü Hüseynov və Xuraman Həsənova.